Abi məşrə vaxtı coğrafiyanı çox yaxşı oxuyur. Aha. Bəlkə sənə bir iki dənə xəritə göstərim tapasan. Olar. 15-16 il keçmir, amma göstər. Onda gəlsin birinci xəritəmiz. Deməli, bu xəritə biraz çətin başladı axı elə bil. Səni tanıyıramsa bu çətin olmayacaq sənin. Belə girintili çıxıntılı deyəcəm. Avropadan da. Bəli. Albaniya. Albaniya bir də bir. Çətini belə tapdınsa, olursa məncə daha tez tapacaqsan. Görək də görən nə seçmisən. Bu deməli ölkə. Mən necə xəritələrə yanaşıram? Məsələn, belə düz xəttli ölkələr adətən Afrikada olur. Çünki belə düz xəttlidirsə və içəriyə girintilidirsə, bu Cənubi Afrikada olacaq. Bir saniyə. Zimbabve, Zambiya falan belə üç ölkənin birləşdiyi bir sərhəd var. Zambiya çayıdırsa. Zambiya deyil ölkə. Düzdür. Düzdür? Zambiyadır. Qəşəng. Səhv Zimbabve ilə təqribə onların heç vaxt yerlərini düz tutura bilmirəm, amma mən də güya çətin xəritələr seçmişdim. bunu bilirəm, Uzunsov dünyanın ən uzun ölkəsidir, Çili. Nə oldu? Çili. Mən xəritə aparmışdım. Bu biraz siz sıxa bilərəm. Mənim fikrimcə. Yəni heç bir xətt yox. Yəni Afrikada bildim ki, xəttlər var. Nə bilim burada yataq, çay yataqda, burada heç nə yoxdur. Yox, Kolumbiya yox. Nə dəxli var Kolumbiya? Bəlkə bu xəritəni izləyicilərə buraxaq, izləyicilər yazsın. Yazın da şərhdə mənə kömək edin görüm nədir bu. Növbət dəfəyə açıqlayarıq. Çəkişdən sonra deyin də mənə.